Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans ambulansdır. Hər vaxtınız xeyir olsun. Baş həkim verilişi efirdədir. Bugün tənəffüs sistemimizin qapısı olan və həyat keyfiyyətimizə birbaşa təsir edən burun boşluğunun cərrahi xəstəliklərindən danışacağıq. Burunda yaranan problemlər təkcə nəfəs almağı çətinləşdirmir, həm də ürək-damar sistemindən tutmuş yuxu rejiminə qədər bütün bizə mənfi təsir göstərir. Bəs bu problemlər nə vaxt cərrahi müdaxilə tələb edir və müasir əməliyyatlar necə icra olunur? Studiyamızın qonağı Lor Hospitalın qulaq, burun, boğaz və baş boyun cərrahı uzman doktor Aysel Həsənova ilə burun xəstəliklərini və onların müasir cərrahi həlli yollarını müzakirə edəcəyik. Xoş gördük Aysel xanım. Və mən desəm ki, bugün studiyamızda günümüzün ən tələb olunan mütəxəssislərindən biridir, ən tələb olunan həkimlərindən biridir. Yanılmaram, çünki kimi danışdırsan, mütləq şəkildə bir 5 nəfərdən birində burun problemləri var. Nəfəs yoxdur və yaxud da ümumiyyətlə onlara narahatlıq verir. Yəni, istər nəfəs baxımından, istər də hər bir tərəfdən. Yəni, biz indi o haqda danışacağıq və sizə pasiyentlər daha çox hansı problemlə müraciət edir? Burunla bağlı daha çox tıxanıqlıq problemi ilə və burun axıntısı problemləri ilə gəlirlər sözündüzü. Bizim sahə ilə bağlı mən belə deyim, düzdür, çox xəstədə əslində burun problemləri var, amma çox vaxt həyatı davam elətdirməyə çox mane olmadığı üçün xəstələr çox göz ardı da eləyirlər, onu da demək lazımdır. Yəni, iş fəaliyyətini çox təsir eləmədiyi üçün, yəni siz çox ciddi bir fiziki bir ağırlıq tələb edən bir sahədə deyilsinizsə ya da bir idmanla məşğul olmursunuzsa, bəzi insanlar çox bunu arxa planda qoyub, filtrləyib deyək, fərqinə varmırlar və ona görə də illərlə bu problemlərlə davam edə bilirlər. Amma əslində fərqinə varandan sonraki, yaxşı nəfəs aldıqdan sonraki gün ərzində sizin elə şüur vəziyyətiniz olsun, özünüzü hiss eləməyiniz, nə qədər gümrah olmağınız olsun. Bunların fərqinə vardıqdan sonra əslində nə qədər həyat boyunca günlərini, illərini niyə o şəkildə keçirdiklərinə bağlıdır, daha sonra heyfslənirlər sözündüzü. İkinci məsələ biraz burunla bağlı ağrılı bir bölgə olduğu üçün deyək, çünki sinir çox yoğundur, həssas olduğu üçün insanlar biraz burun əməliyyatlarından da qorxurlar sözündüzü. Yəni, hətta müayinədən belə çox çəkinən xəstələr olur. Yəni, mən belə deyim, bizim sahədə biz həm qulağa, həm buruna, həm boğaza baxırıq, həm boyun bölgəsinə baxırıq. Yəni, xəstənin məsələn qulaq şikayəti olanda belə burnuna baxmaq lazımdır, ağzına baxmaq lazımdır. Yəni, sadəcə qulağına baxıb keçmək düzgün deyil. Onda belə məsələn çox xəstənin burun müayinəsindən qaçdığını mən görürəm. Bir qorxu var həqiqətən burunla bağlı. Müayinəsi olsun, əməliyyatı ilə bağlı həddən çox qorxular var. Düzdür, bunda biraz keçmiş dönəmdə istifadə olunan tamponların da təsiri var istər-istəməz. Çünki hamının birinci elə gözünün qabağına əməliyyatla bağlı bir düşüncə gələndə o da gəlir. Çox da qorxuducu olur insanlara görə. Açıqcası, xəstə nöqteyi nəzərindən baxanda əvvəlki tamponlar həqiqətən çox qorxuducu idi, amma indi müasir dönəmdə istifadə etdiyimiz tamponlar o qədər qorxuducu deyil. Silikon tamponlar istifadə edirik çox zaman, çox olmadığı müddətcə başqa bir qanaxma ilə bağlı bir problem düşünmürüksə istifadə olunmur. Qanaxma problemi varsa belə, yəni istifadə olunan tamponlar əvvəlkilər kimi deyil, yəni süngər kimi bir şeydir və çox daha rahatdır. Sağalma prosesi artıq əvvəlki qədər uzun çəkmir, çünki istifadə etdiyimiz alətlər daha belə deyim, daha az zərər verir toxumalara. Ona görə də əvvəlki kimi əslində xəstələr qorxmamalıdırlar, amma təəssüflər olsun ki, həm keçmişdən əməliyyat olan xəstələrin dedikləri, həm biraz sosial mediada mən gördüyüm qədərilə bəzi xəstələrin öz təcrübələrini paylaşdıqları zaman gördüklərindən dolayı qorxurlar. Əlbəttə ki, hamının ağrı eyni deyil, həssaslığı eyni deyil, hamının ağrı eşiyi, türkləri deyirlər, eyni deyil, amma belə deyim, əməliyyat olanların çoxundan siz soruşsanız, çox ciddi ağrı kəsici ehtiyacı olacaq qədər ağrı demək olar ki, olmur. Ona görə də inşallah bu veriliş birazcıq daha olar, kömək olar insanların qorxularını üstəsindən gəlməni və geridə qoyar. Aysel xanım, daha çox hansılar rast gəlinir? Baxız, burun nəfəs almağımıza mane olanlar sırasında çəpər əyriliyidir, poliplərdir, bildiyimiz o adenoidlərdir, burnunda ət var və sizə daha çox hansı ilə müraciət eləyirlər?
Əslində belə deyim, yəni yaş dövrünə görə də dəyişir bir. İki, çox vaxt bir deyil, bir neçə problem eyni zamanda olur. Yəni həm çəpər əyriliyi olan insanda eyni zamanda burun balıq qulaqlarında böyümələr də olur. Eyni zamanda polip olan xəstələr də olur. Ya da çəpər əyriliyi ilə bərabər adenoid dediyimiz burun arxasında, burun udlaqdakı toxumanın hipertrofiyası, yəni böyüməsi də gələ bilər. Yəni çox zaman tək başına deyil. Amma ümumi populyasiyaya baxsaq, bəli, ən çox çəpər əyriliyi rast gəlinən problemlərdən biridir. Yəni poliplə qarşılaşdırdığımız zaman onlar daha geri plandadır deyə bilərik. Daha çox çəpər əyriliğini görürük. Yenə də əlbəttə ki, burada sizin nə qədər çox uşaqlıqdan etibarən yıxılmanız kimi faktorlar ya da zərbə alıb almamanız çox təsir edir. Çəpər əyriliyi mütləq şəkildə alınan zərbə nəticəsində olur. Yəni insan çəpər əyriliyi ilə dünyaya gəlmir, belə çıxır. Belə deyim, buna genetik faktorlar var, amma əsas bəli o böyümə zonalarındakı uşaq vaxtı bizim aldığımız zərbələr əslində təsir eləyir. Belə deyim, məsələn siz 2 yaşında ya da 3 yaşında burnunuza zərbə aldınız deyə və sizi valideynləriniz həkimə gətirdi. Çox vaxt o dönəmdə sizin elastik olduğu üçün həm sümük toxuması, həm qığırdaq toxuması qırıq şəklində özünü göstərmir məsələn burun sümüyündə. Amma o böyümə zonaları bir zərbə aldığı üçün zaman içində o qığırdaq böyüdükcə, inkişaf elədikcə daha çox biz bunu artıq görürük yeniyetməlik dövründə. İnkişaf elədikcə artıq böyümə zonaları zərbə aldığı üçün əyilməyə başlayırlar. Yəni daha çox bəli zərbələr nəsə, amma bunun əlbəttə genetik tərəfi də var. Genetik meyillilik deyək olur. Siz yaş faktorlarını dediniz. Sözünüzə qüvvət olaraq mən istərdim öz həyat təcrübəmlə də paylaşım. 40 yaşına qədər mən ümumiyyətlə burun çəpərinin əyri olduğunu bilmirdim. 40 yaşa atladıqdan sonra o böyük fəsadlar başladı verməyə. Nəticələri çox pis oldu. Nəfəs almağıma, ümumiyyətlə həyat tərzimə böyük təsir göstərdi. Və həkim, o da lor cərrah idi, mütləq şəkildə təcili cərrahi əməliyyat məsləhət bildi. Nədən bu yaş həddinə qədər mən bununla heç vaxt qarşılaşmamışam? Nəfəsim yaxşı olubdu və ümumiyyətlə heç anlayışım olmayıbdı ki, burnumun çəpəri əyridir. Yəni burada bir neçə faktor var. Bir, biz gənc olduğumuz zaman ürəkdir, ağciyərdir. Bunlar ən yüksək səviyyədə çalışdığı üçün əslində bir baxımdan onlar kompansiya eləyir, ona görə çox hiss eləmirik. Amma yavaş-yavaş bütün orqanlarımızda da olduğu kimi onlarda da bir yaşlanma və funksiyalarında zəifləmə başladıqca fərqinə varırıq. İki, belə deyim, sizin məsələn bağ sisteminiz deyək, toxumalarınız elastik olduğu üçün və müqaviməti yüksək olduğu üçün onlar müəyyən yaşa qədər çökmə ya da aşağıya doğru sürüşmə kimi, sallanma kimi şeylər olmur. Amma 30'lu yaşlardan sonra çox təəssüf ki, mən özüm də o yaşlardayım, amma yəni yavaş-yavaş o toxumalarda yaşlanma başladıqca toxumaların özündə bir ağırlıq qüvvəsinin də təsirlə bir yerdə bir aşağıya doğru sallanma, meyillənmə başlayır. Belə bir proses başladıqdan sonra yəni çəpər əyriliyiniz orada olduğu kimi durur. Amma o biri onu kompansiya edən mexanizmlərin artıq müqaviməti azaldığı üçün balıq qulaqları hansısa bir faktorlar olanda, məsələn, ağladınsa, balıq qulaqları şişdisə, çəpər əyriliyi artıq özünü göstərir ki, mən varım. Bəli, balıq qulağı da eyni zamanda, məsəl üçün, allergiyası olan insanlarda, bəzi insanlarda siqaret məruzəti ya da elə bizim özümüz də çox yerdə təmas eləyirik o tüstülərlə istər-istəməz. Bunların təsiri ilə də burun balıq qulaqlarında şişkinliklər olduğu üçün onlar da əlbəttə daha ortaya çıxmasına zəmin yaradır. Yəni daha əvvəl sizin heç bir şikayətiniz olmaya bilər, amma əslində sadəcə ən pik nöqtəyə gəlmədiyi üçün siz hiss eləmirsiniz. Onu yenə də deyirəm, yəni burun şikayətləri elə bir şeydir ki, sizi həmin dəqiqə həkimə qaçmağa vadar eləyən şeylər deyil. Yəni o səviyyəyə, ən son səviyyəyə gəldikdən sonra siz artıq onun fərqinə varsınız. Divara dirəyir ki, get daha, bəsdir, artıq vəssalam, bitdim, mən tikəndim. Bəli, yəni o səviyyəyə gəlmədən çox vaxt biz eləyirik, fərqinə varmırıq ya da fərqinə varsaq da çox önəmsəmirik. Ona görə də həkimə çox müraciət eləmədiyimiz hallar olur. Bəli, elə bir şey var. Və hətta mən bununla da çox qarşılaşıram. Məsələn, burun allergiyası olan xəstələrimiz gəlir. Yəni 4 dörtlük müayinəsinə baxırıq ki, burun allergiyasıdır. Mən o xəstələrə bunu isbat eləyəndən və sübut eləyəndən qədər çox çətinlik çəkirəm. Çünki hamı düşünür ki, burun allergiyası varsa mütləq çox ciddi askırmalar olmalıdır, çox ciddi burun axıntıları olmalıdır.
Amma əslində elə deyil. Sizin məsəl üçün burun geriyə doğru axıntılarınız ola bilər. Siz çox fərqində olmaya bilərsiniz. Siz tez-tez xəstələnə bilərsiniz, amma yenə fərqində varmaya bilərsiniz. Bunu sadəcə bayırdan, mühitdən aldığınızı düşünürkən əslində bunun orada bir faktor olduğu üçün özünüz spontan olaraq bir infeksiya mənbəyinə çevrirsiniz özünüz üçün deyə. Ya da məsələn orta qulaq problemlərinə səbəb olduğu üçün qulaq şikayətlərinə səbəb olur, amma siz yenə də bunun allergiyadan olduğunu düşünmürsünüz, ağlınıza belə gəlmir. Yəni bir neçə şeylər var əslində. Bir də sistemik bir şeydir. Yəni necə deyim? Məsələn, yaşla bir yerdə bəzi insanlarda xəstələrdə bağlılıq da o da var. Bir də məsələn, siz o şeyləri deyirsiniz, məsələn, ağlayarkən ya da hormonal bir şeylərlə bizim məsələn yemək yeyərkən bütün tüpürcək ifrazıdır, mədə turşuluğu ifrazıdır. Bunların hamısı artır. Burun şeylərinin də, axıntıların da məsələn ifrazatı eyni sistemlə idarə olunur, amma bizdə gənc ikən heç bir zaman yemək yediyimiz zaman burnumuzdan axıntı gəlmir. Amma yaşla bir yerdə o sistem, o parasempatik sistemin də bir tonusu pozulduğu üçün bəzi xəstələrdə 60-70 yaşdan sonra yemək yeyərkən burundan axıntı da eyni zamanda gəlir. Yəni çünki sistem onu artıq ayırd eləyə bilmir ki, hə burada mən sadəcə mədə turşuluğunu artırım, burun turşuluğunu artırmayım kimi şeylər olur. Yəni ona görə yaşla bir yerdə biraz ortaya çıxmanın səbəbi də odur. Çünki kompensasiya edən şeylər, mexanizmlər müqaviməti yavaş-yavaş düşür və daha problem gözə çarpan olmağa başlayır. Çox sağ olun Aysel xanım. Bizim sponsor məlumatımız olacaqdır. Sonra söhbətimizi davam edəcəyik. Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti referans ambulans 7/24 hər bir vətəndaşımıza xidmət göstərməkdədir. Ambulans maşınları ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Referans ambulans hava və quru təxliyəsi ilə həyat qurtarmaq üçün saniyələrlə yarışır. Göstərilən xidmətlər isə aşağıdakılardır: təcili tibbi yardım, pediatrik təcili tibbi yardım, pasiyent təxliyəsi, stand-by xidməti, yəni istənilən məkanda müşayiət. Ətraflı məlumat üçün isə siz ulduz 0003 qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz. Yeri gəlmişkən, Lor Hospital nə təklif edir? Burun xəstəliklərindən əziyyət çəkən xəstələrə, pasiyentlərə. Yəni bugün siz bayaq da qeyd etdiniz, müasir əməliyyat üsulları tam fərqlidir. Bizim bilmədiklərimiz var. Bunlarla bölüşərdiniz. Belə deyim, məsələn, çəpər əyrilik əməliyyatı ilə bağlı çox dəyişkənliklərdən biri, elə texniki olaraq deyim. Əvvəllər, məsələn, burun qığırdağının hamısını demək olar ki, çıxarılırdı deyə, texnik olaraq, yəni bu şəkildə icra olunurdu. Və yerli keyləşdirməklə olurdu, onu da deyim. Yəni mən o dönəmi demək olar ki, görmədim heç, yəni yerli keyləşdirməklə, yəni heç öyrənmədim o şəkildə. Biz həmişə ümumi narkozla eləyirdik. Amma indiki məsələn çəpər əyrilik əməliyyatlarını biz mütləq şəkildə qoruya bildiyimiz qədər qığırdağı qoruyaq. Artıq qoruya bilmədiyimiz, düzəldə bilmədiyimiz ya da nə qədər düzəltməyə çalışsaq da düz olmayan və artıq onu yerinə qoysaq daha sonra özü funksional bir problemə səbəb olacaq qığırdaqları çıxartma məntiqindəyik. Ya da burun balıq qulaqları ilə bağlı, məsələn, daha əvvəllər burun balıq qulaqlarını kəsib götürmək kimi şeylər, əməliyyatlar çox icra olunurdu. İndi amma biz bundan ola bildiyincə qaçırıq. Niyə? Çünki burun balıq qulaqlarının öz funksiyası var. Yəni bu bayırdan gələn havanın nəmlənməsini, isinməsini təmin edən bir orqandır. Və siz bunu tamamən kəsdiyiniz zaman bu funksiyalar yerinə yetirə bilmədiyi üçün biz hətta buna boş burun sindromu deyirik. Başlayır gələn hava quru olduğu üçün yandırmaya, göynəməyə, xəstələrdə ciddi quruluq şikayətlərinə səbəb olmağa və bunu təəssüf ki, biz artıq yerinə qoya biləcəyimiz çox bir şeylər yoxdur, cərrahi yöntəmlər yoxdur. Ona görə yəni bəzi şeylər həqiqətən dəyişibdir. Biz lor həkimləri olaraq mütləq yəni əlbəttə ki, əvvəlcə bir yaxşı bir müayinə tövsiyə edirik. Burun balıq qulaqlarını ilk gördüyümüz zaman, yəni hər xəstəyə biz siz mütləq əməliyyat olmalısınız demirik heç bir zaman, onu deyim. Birinci növbədə müalicəni həmişə biz öncəliyini qoyuruq birinci plana. Əgər müalicənin effekti yoxdursa, o zaman artıq biz burun balıq qulaqlarını müdaxilə etməliyik deyirik, amma bu yenə də əvvəlki şeylər qədər qəddar cərrahiyyələr deyək belə, elə cərrahiyyələr deyil. Yəni biz sadəcə yandıraraq ya da bəzən çox az bir hissəsini götürərək yenə kəsib götürmək kimi, bəzi hallarda artıq baxırıq ki, mümkün deyil, heç bir şəkildə biz burun boşluğunu aça bilmirik, o hallarda eləyirik. Amma yəni xəstələrin qorxacağı qədər əvvəlki kimi belə bir qəddar cərrahiyyələr artıq yoxdur, onu deyə bilərəm.
Endoskopik sinüs cərrahiyyəsi ilə bağlı desək, yenə eyni şəkildə əvvəllər məsələn daha bayırdan kəsiklərlə ya da yanaq bölgəsindən, ağız içindən kəsiklərlə açıqlar icra edilirdi. İndi artıq onlar yoxdur. Bizim yaxşı endoskop sistemlərimiz var, alətlərimiz var və bunlar vasitəsilə biz normalda olan sinüslərin, deyək, boşluqların, burun ətrafı ciblərin ağızlarını açıb, genişləndirib, oradakı axımın normal getməyini təmizləyə bilirik və normal davam eləməyə. Çünki orada hər zaman burnumuzun içində bir axıntı əmələ gələcək. Amma əgər orada onun davam eləyib gedəcəyi yolda bir tıxanıqlıq yoxdursa, bunun yaranacaq və eyni şəkildə biz bunu burun arxasına gələrək keçəcək və udacağıq. Yəni bizim birinci növbədə təmin eləməyə çalışdığımız əslində budur. Normal yolu qorumaq və normal yola gətirmək əslində anormal bir vəziyyət varsa. Və bu da istər-istəməz xəstənin əməliyyatdan sonraki sağalma prosesini çox daha rahat olmağını təmin eləyir. Daha rahat həyat sağalmağını və daha rahat bir şəkildə iş şəraitinə qayıtmağını təmin edən şeylərdir. Asil xanım, mənim ən yaxın rəfiqəmin qızı hardasa bəlkə bir 19-20 yaşında əməliyyat eləmişdi. Adenoidi var idi. Tək o deyil, bizim işdə də elə adamlar var ki, bizim əməkdaşlarımız. Onlar artıq ət deyirik də, indi biz belə el arasında. Əməliyyat etdikdən sonra yenidən qayıtmışdı. Yəni o övladı da onun yetərincə 19-20 yaş az yaş deyil, heç bəlkə bir il yarımdan sonra yenidən tıxanıqlıq yarandı, yenidən o ət qayıtdı, yeni nəfəs ala bilmədi və dərmanlarını yaşamaya başladı. Burada problem nədədir? Onun qayıtmağı normaldırmı, yoxsa burada artıq həkim səhvi var idi? Eynilə deyəndə bizim əməkdaşlar da bizdə eşidir. Hər halda çəpər əyriliyi mümkünsüzdür, təzədən əylə bilməz, əgər zədə almasa. Zədə almasa, bəli, çox olacaq bir şey deyil. Amma mən indi bir şey daha deyim. Burun əti olaraq deyiləndə, yəni çox yerdə bu belədir, iki şey nəzərdə tutulur çox vaxt və xəstələr də hansının hansı olduğunu bəzən bilməyə bilərlər. Bir var, burun udlaq hissəsində bizim hamımızda olan, bizim immun sistemin hüceyrələri olan bir toxumadır. Bu toxuma bizdə təxminən 1 yaş yarım, 2 yaşdan etibarən biz infeksiyalarla məruz qaldıqca, belə deyim, immun sistemin bir idmanı kimi düşünə bilərsiniz. İdman elədikcə başlayır böyüməyə və o təxminən bir 12-13 yaşlarına doğru, bəzi uşaqlarda 9-10 yaşdan etibarən başlayır balacalaşmağa və öz funksiyasını yerinə yetirmir, artıq öz funksiyasını bitirmiş olur. O yaşlardan sonra balacalaşır, çox insanda da yoxa çıxır və gedir. Bəzi insanlarda yoxa çıxmaya bilər, o vəziyyətlərdə də biz artıq əgər nəfəslə bağlı problemə səbəb olursa biz bunu götürürük. Amma 13-14 yaşdan sonra icra olunan adenoid əməliyyatından sonra bunu təkrarlama ehtimalı yoxdur. Əgər burada bir bədxəssəli bir prosesdən söhbət getmirsə. Daha erkən yaşlarda əgər? Yox, daha erkən yaşlarda da yenə olunsa hər zaman təkrarlayacaq deyə bir şey yoxdur. Hər təkrarladığında da bu qədər əvvəlki kimi böyüyəcəyi ya da əvvəlki kimi ciddi simptomlara səbəb olacaq deyə bir şey yoxdur. İkinci nöqtə də nədir? Burun əti deyiləndə burun balıq qulaqlarını da nəzərdə tuturlar. Burun balıq qulağı tamamilə fərqli bir mövzudur. Çünki təkrar deyirəm, burun balıq qulağını siz tamamilə götürüb kəsib atmağınız düzgün bir şey deyil. Biz onu sadəcə yandırırıq, onun böyük olan hissəsi qopur, qabıqlar şəklində tökülür. Ancaq mən hər zaman bu toxumanı əzələ toxumasına bənzədirəm. Yəni, siz bir şeyi nə qədər idman elətdirirsinizsə, o əzələ böyüyəcək. Bu da eyni şəkildə. Siz, məsəl üçün, allergiya məruz qalırsınızsa ya da siqaret məruziyyətiniz davam elədiyi müddətcə bu təkrar böyüyə bilər. Və siz orada dərmanı hər zaman sadəcə burun balıq qulağını balacalaşdırmaq üçün istifadə eləmirsiniz. Əslində, allergiyanızı da müalicə eləmək üçün istifadə edirsiniz. Və bizim burun balıq qulağı ilə bağlı cərrahiyyə eləyəndə də əsas məqsədimiz sizi tamamən dərmandan azad eləmək deyil. Bu arada dərmanlar deyəndə də burada 2 dənə dərmanlar var. Bir var Otrivin tarzıdır, indi bilməm firmada demiş olacağım. Oksimetazolin deyək, yəni ani təsir eləyən və burun balıq qulaqlarını balacalaşdıran, eyni zamanda burundakı ödemi də həll eləyən dərmanlar. Biz bunları onsuz uzun müddət istifadə eləməməliyik. Yəni xəstənin vəziyyətinə görə 3 gün, 5 gün, 7 gün, yəni bundan daha uzun istifadə olunmamalıdır tək səfərdə. Bunlar başqa bir şeydir. Bunlar siz uzun müddət istifadə edəndə oradakı o damarın divarındakı əzələ toxumasını deyək. Rolunu oynayır da, hər halda allergiyan qarşısını alır. Antihistamin deyil, başqa bir şeydir əslində. O da yəni hansı mexanizmdən olursa olsun, infeksiyanız da ola bilər, allergiya da ola bilər. Mexanizmə təsir eləmədən sadəcə oradakı burun balıq qulaqlarının divarındakı damarlarına təsir eləyən bir şeydir. Bu fərqli bir şeydir. Bu müalicə edici bir şey deyil. Sadəcə
Yəni müalicə edici təsiri var əlbəttə ki prosesin daha alevlənməsini daha alovlanmasının qarşısını alacaq. Bu başqa bir şeydir. Amma bir də var ki, siz məsəl üçün allergiya üçün lazım olan burun spreyləri var, onları istifadə edirsiniz. Bu başqa bir şeydir. Sizin allergiyanız məsələn həyatınız boyunca davam edəcək. Bunun üçün təkrar dərman istifadə etməli olacaqsınız. Bu başqa bir şeydir. Yəni onu demək lazımdır özəlliklə. Təşəkkür edirəm Aysel xanım. Mövzumuz o qədər genişdir ki, saysız suallarımız da var. Növbəti verilişlərimizdə davam edərik. Təəssüf ki, artıq sağollaşmalı olacağıq və beləliklə rahat və sağlam nəfəs almaq elə sağlam həyatın özüdür. Burun boşluğundakı problemləri kiçik hesab edib keçməyin. Çünki vaxtında edilən düzgün müdaxilə sizi daha böyük fəsadlardan qoruyur. Studiyamızın qonağı Lor Hospitalın qulaq, burun, boğaz və baş boyun cərrahı uzman doktor Aysel Həsənova ilə məhz bu haqda danışdıq. Özünüzə yaxşı baxın və sağlıqla qalın. Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans ambulansdır.